Yavaş yavaş. Salam dostlar, necəsiniz? Bugünkü videomuza hoş gəlmisiniz. Bugün Fərhad xalasının balası olub. İndi gedirik parka. Biraz Fərhad oynasın. Gördün sən parkı? Keçirik buradan. Gel buradan gel. Değil buradan. Wow, bravo. Buradan çıkabilirsen. Tut. İpten tut. Xala kömək eləsin. Hoppa. Yavaş. Nə güclü oğlansan sən. Bravo. Cüzvə baxın. Cüzvə baxın Fərhad. Fərhad cüzvə baxın. Cüzvü göstər. Malades. Ora çıxma. Bu tərəfdən sürüş. 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 Sürüş gel qaqaşla oyna. Oynayırsan qaqaşla. Bura sürüşmək üçün yer deyil axı. Bura ora çıxmaq üçün. Yavaş. Gedək yerlənə. Yerlənmək istəyirsən. Fərhadla o parkı bəyənmədi. İndi gəldik mərkəzi parka. Fərhad gəl burada dayan. Şəkili çəkim. Gör nə qəşəng güllərdə. Get görüm indi parkı özün tapa biləsən. Biraz da geçsen şu parka çatasın. Ha. Ne tapdın sen? Hə Fərhad? Sürüşkən tapdı. Görsən boş parkdır. Nə qədər istəyirsən oynaya bilərsən. Başın değer, ehtiyatlı ol. Hardadır Fər? Buradan çıxdı Özət. Yavaş. Buradan gəl. Gəl xala sənə kömək eləsin, sürüşkənə çıx. İstəyirsən? Qaçma, yavaş ol. Yavaş. Bravo. Bir dənə qorxuram ki, yıxılarsan. Qaçma ha, buran yavaş get, ağıllı. Yavaş getsən, yıxılmayasan. Bizdə xalaya iş çıxartma. Yavaş, qaçma. Bu park xoşuma gəldi. Bu da xoşun gəlmədi. Yavaş.
Tarzan səni. Qaçmırıq, yaxşı? Qaçmadan yavaş-yavaş, yavaş-yavaş. Qaçmırıq axı, qaçsaq evə. Qaçmırıq, qaçmırıq. Yavaş, sən can, yavaş. Geç otur. Yox. Allah. Oradan çıxma, oradan çıxa bilmərsən. Hadi yavaş. Kimə deyirsən çıxa bilmərsən? Buna bax, civədir, civə. Yop. Bravo sənə, ay Fərhad. Gözdə sürüşmə, xala gəlsin. Gəldi evə. Fərhad artıq dincəlmə modundadır. Mən də keçirəm yemək pişirməyə. Elə yox, aşağı elə. Aşağı elə, indi gəlməyəcək. Hə, belə elə, iç. Dolma bişirəcəm. Çəkilmiş ət götürmüşəm. Biraz üzərinə quyruq çəkəcəm. Çeşni, şüyüd, nane almışam. Onları təmizləyim. 2 ədəd də soğan çəkəcəm. Ətimiz hazırdır. Burada soğandır, bir də quyruqdur. İndi göyərtləri də doğrayıb başlayacağım bükməyə. Biraz yumru düyü əlavə edirəm üzərinə. Biraz duz. Biraz istiot. Biraz qırmızı pul biber. Biraz da sərçöş əlavə edirəm. Nane əlavə etmişəm, amma yenə də biraz da quru nane əlavə edirəm. 2 qaşıq da kərə yağı əlavə edirəm. Ət yağlıdır, ona görə çox da əlavə etmədim. Mamacinin həyətinə yığdığım yarpaqlar var. Dolma bükəcəm inşallah. Bunları yuyub üzərinə qaynar su əlavə edəcəm. Fərhadı gətirdim bura. Burada televizora baxa-baxa yeməyini yeyir. Hələ yeməyim hazır deyil deyə qoğal yeyir. Göz yumulur, yatmamaq üçün dirənibdir. Sana çıkan. Yarpaqları yudum, üzərinə qaynar su tökürəm.
Biraz da dolmanın üzerine kaynar su töküm. Bu qazana bükəcəm. Qazanın içine biraz yarpaqlardan qoyuram. Onda deyirlər ki, çəfi çıxmır. Listeyi qarışdırın. Burada həm yağda, həm soğandır. Hardan cəsarətlənib dolma bükməyə qərar verdim. Hələ də bilmirəm. Yarpaqları təzə-təzə görüb həvəsə gəlmişəm. Dolmanın bükməsi uzun çəkir deyə biraz mənə çətin gəlir. Yoxsa həm də dolma o qədər də sevmirəm, amma bizimkilər sevir deyə arada pişirmək olar. Belə bükürəm mən. Necə gəldi? Bükün geçsin. 2 saatlıq əlləş 10 dəqiqəyə yeyilib qurtarılacaq yemək. Ona görə də fasonu önəmli deyil. Əsas dadıdır. Dadı da yəqin ki yaxşı çıxar inşallah. Fərhad yavaş-yavaş yuxuya getir deyəsən. Xorultunu eşidən varmı aranızda? Fərhad yatıb. Parkda çox yoruldu. Minnoş. Dolmalarım hazır. Üzerine biraz su töküp kapak koyacağım. Koyacağım pişmeye. 2 kazanda pişirdim dolmanı. Bunun üzerine yarpak koymadım. Görsüz çəpi yığışıbdı. Dedim çatıra bilmərəm. Bunun üzerine ise yarpak koymuşam. Heç çəp olmayıbdı. Ona görə
Siz də yarpaq qoyun bişirəndə çəfi qalxmır üzərinə. Qatıq lap azcana sarımsaq qoydum. Biraz da duz tökürəm. Anarın istəyi ilə sarımsaq qatıq hazırlamışam. Bəli. Ama bilirsen ne olsa gelir. Yox, bilmirəm. Anar bəy, dadına baxa bilərsən. Anar həmişə dolma istəyir. Hətta dolmanın yarpaqlarını yığanda sən deyir dolma bişirəsən, sən dolma bişirmək hara? Bax və öyrən, dolma bişirmişəm Anar. Bir də qaldı gələn bu vaxtda dolma bişirə. Dadı bəyəndi. Ha. Yarpaq dadlıdır, büçən yaxşı büküb, yoxsa dolmanın içi dadlıdır. Hamısı. Hamısı birləşib dadlı bir yemək ortaya çıxır. Bəli. Sən bax dadına Fatimə. Göstər. Fatimə üçün fərqi yoxdur. Bunun üçün sarımsaqlı qatıq eləyiblər. Böyün xahiş edirəm yanımda oturmayın. Bəh, bəh, Her bəh. şeyi de anladım. Belə dadlı yeməyiz xoşumuza gəlir. O, Fatimə öcə Lezzet. yaxşı. Deyəm dostlara Təzə da videolar. Hə, çox sağ ol, çox sağ ol. verin. Fatim. Uçaq gəliyor elədir. Təzə videolar çəkməyi fikirləşirik. Yemək videoları. Görək nə vaxt başlayırıq. Siz bizi izləyin, bəyənir və kanalımıza abunə olun ki, biz də həvəslə təzə videolar çəkək. Sağ olun, görüşərik.